YouTube, Instagram və TikTok hesablarımı takip edib, videoları bəyənib, dostlarınızla paylaşmağı unutmayın. Sual 11-ci sinif güvən imtahanına salınıb. Gəlin baxaq suala. Burada deyir ki, BF və YC vətərdir və uzunluqlar verilib. AB toxunanını bizdən istəyirlər. Yaxşı. Gəlin biz burada DC-ni tapaq, X ilə işarə eləyək. DC-ni tapaq vətərlərin xassəsinə əsasən. Vətərlərin bölündüyü hissələrin hasili qarşı-qarşıya bir-birinə bərabər olur. Yəni yazacağıq ki, birinci 12 vurulsun X bərabər 6 vurulsun 16. X vur 6 vur 16 bölünsün 12. 6-nı 16-ya vururuq 96, 12-yə bölürük 8. Aha, X-i tapdıq 8. X-i silirəm buradan, yazıram bura 8. Sonra nə edəcəm? Sonra burada aha, toxunanla kəsənin xassəsindən istifadə edəcəm. Necədir toxunanla kəsənin xassəsi? Toxunanın, baxın toxunan hansıdır? Bax bu toxunandır. Toxunanın nəyi? Kvadratı bərabərdir. Kəsənin özü ilə xaricdə qalan hissəsinin hasilinə. Toxunanın kvadratı bərabərdir. Kəsənin özü ilə xaricdə qalan hissəsinin hasilinə. Kəsənin özü neçə santimetrdir? 12, 8, 16. Toplayıram da bunları, düzdür? Olacaq 36. Deməli yazacağım ikinci iş burada. AB kvadrat bərabər 36 vurulsun. Xaricdə qalan hissəsi də 16'dır. Vurulsun 16. AB bərabərdir. Kök alsam hər tərəfdən. 36'dan 6, 16'dan 4. Düzgün cavab 24 olar.